Salam, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün çox dadlı, ləzzətli, yumuşaq, ərikli və umaclı piroq resepti bölüşürəm. Hazırlanması da olduqca asandır. Qaba 3 ədəd yumurta, 1 stəkan şəkər tozu və 1 paket şəkərli vanil əlavə edib mikserlə ağarıb qatlaşana qədər çalıram. Daha sonra üzərinə 1 stəkan qatıq əlavə edirəm və 1 stəkan duru yağ əlavə etməyi unutmayın. Mən əlavə etməyi unutdum. Video çəkilişlərində bəzən belə səhvlər olur. Üzərinə unu ələkdən keçirərək əlavə edirəm və daha sonra isə 1 paket qabartma tozu əlavə edirəm. Bir neçə saniyəlik mikserlə qarışdırıram. Çox qarışdırmağa ehtiyac yoxdur. Bir neçə saniyə qarışdırıb mikseri kənara qoyuram və kənarlarına silikon qaşıqla sıyırıb bişirəcəyim qaba boşaldıram. Mən belə bir şüşə qabdan istifadə etdim. Qabın dibini əvvəlcə yağlamışam. Siz adi keks qabında və yaxud da ölçüyə uyğun hər hansı bir qabda istifadə edə bilərsiniz. Üzərinə əvvəlcədən yuduğum və 2 hissəyə böldüyüm ərikləri qoyuram. Ərik əvəzinə başqa meyvədən də istifadə edə bilərsiniz. Mən tam mövsümüdür deyə əriklə hazırladım. Çox gözəl oldu. Mütləq sınayın. Üzərinə ərikləri düzürəm və hələlik bir kənara qoyuram. Keçirəm umac hazırlamağa. Umac üçün un və soyuq kərə yağını əlimlə ovuram. Və şəkər tozu əlavə edirəm. Biraz bunları belə qarışdırıram. Umacımız artıq hazır olur. Və hazırladığımız listin üzərinə bərabər olacaq şəkildə hər tərəfinə yayıram. Öncədən isidilmiş 180 dərəcəlik sobada alt üst rejimdə bişməyə qoyuram. Təxminən 20-25 dəqiqə ərzində piroqumuz bişdi. Bişməyini mütləq çöplə yoxlayın. Və sobadan çıxardım. Soyumağını mütləq gözləmək lazımdır. İsti-isti qətiyyən kəsməyin. Soyduqdan sonra dilimlərə ayırıb servis edə bilərsiniz. Mən biraz ilıq halda kəsdim və duru yağ istifadə etməyimə baxmayaraq qətiyyən bilinmirdi. Siz amma istifadə edin. Bəlkə bundan da daha da ləzzətli alınar. Kəsib içərisini göstərmək istəyirəm. Necə gözəl bişib. Siz də bu reseptlə hazırlayın. Əminəm peşman olmayacaqsınız. Yumuşaq və çox ləzzətli olur. Bura qədər izlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Yeni videolarda görüşmək diləyilə. Fikirlərinizi mütləq rəy bölməsində qeyd edin. Və kanalıma abunə değilsinizsə abunə olub yaxınlarınızla bölüşməyi unutmayın.